Hər kəsə salamlar. Bu bizim ilk vloqumuzdur. Çox ümid edirəm ki, bəyənərsiniz. O zaman vloqumuz ardıcıllı olar. Burada Nazlı xanımı yuxudan oyatmağa çalışıram. O da bir buğa olduğu üçün əziyyət çəkir. Mütləq şəkildə çayı yatağına gəlməlidir ki, komfortlu şəkildə oyansın. Yolumuz Xızıyadır. Havadan tam da əmin olmadığım üçün uzun qol, qısa qol, isti, hərəyə yəqin ki, bir 3-4 dəst əlavə paltar götürürəm ki, sonra pis vəziyyətdə qalmayım. Tətilə gedirik. Valla ada tətildir. Mən evdən çıxmamış artıq yoruldum. Özünüz bilirsiniz ki, 2 dənə uşaq, bir it, bir çamadan dolu paltar yığmaq necə stresli, məsuliyyətli bir vəzifədir. Çünki orada nəsə bir şey çatmasa, onun günahı kimdə olacaq? Anada olacaq. Mən öz uşaqlığımı xatırlayanda ən çox yadda qalan belə gəzintilərdə nə olurdu ki, iki bacı arxada bütün yol nəsə yeyirdik. Anam da mütləq şəkildə yol boyu atamı yedizdirirdi. Ona görə bu adət-ənənəni yaşatmaq üçün mütləq yoldan qabaq düşürük mağazaya. Burada özümü çəkirəm, çünki vloqda hamı var məndən başqa. Sonra fikirləşdim ki, niyə ki mən özümü çəkirim, bu elə məni aydın da çəksin. Yaxşıca alış-veriş elədik, yolda atışdırmalıq aldıq, tonqalda qızartmaq üçün marshmallow aldıq. Yolda leysan başladı. Necə başladı? Bir balaca üzüldük ki, tonqal qalaya bilməzlər birdən. Necə keçəcək istirahətimiz yağışlı olduğu üçün. Gördüyünüz kimi uşaqlar çox əylənirlər. Əsasən də arxada ayan əylənməkdən bir təhər olubdur. Yəni yeniyetmə anası olmaq gerçəkdən də çox çətin bir vəzifəymiş. Ümid edirəm üzümüzün ağı ilə bu işin də arxasından çıxarıq. Burada inəklər sağ olsunlar bizə yol göstərirlər ki, hara getməliyik, nə etməliyik. Leo inəklərə göstəriş verdikləri üçün hirslənir ki, niyə göstəriş verirsiniz, lazım deyil. Amma zarafat bir yana, Leo fərqi yoxdur. Hər hansı bir heyvanı görəndə dəhşətli şəkildə özündən çıxır. Baxmayaraq ki, 2 yaşı var, hələ də bu xasiyyətini tərk edə bilməmişik ona. Gəldik, çatdıq otelimizə. Bizi belə golf maşını qarşıladı. Yaxşı ki, qıraqları bağlı idi. Baxmayaraq ki, rayonu idi. Yağış zamanı külək də var idi. Yəni, bildiyiniz üstümüz yaş olacaqdı, əgər belə bağlı olmasaydı. Biz kottec tutmuşduq. Nəzərimizdə 4 nəfərli idi, amma bayram ərəfəsi olduğu üçün 4 nəfərlik yeri yox idi. Ona görə 3 nəfərlik götürdük. Əlavə olaraq çarpayı sifariş verdik. 4 nəfərlik kottecin qiyməti 180 manat idi. 3 nəfərlik kottecin isə qiyməti 140 manat idi. Əlavə çarpayda 30 manat ödəniş elədik. Buna daxil idi zavtraq, spa, otelin ərazisində olan və sauna. İndi gördüyünüz kimi yenə Aydın çox əziyyət çəkir. Məkuşla bir yerdə hazırlaşırlar, özləri üçün qəlyan hazırlayırlar. Yəni gələn andan dincələn, istirahət edən özünüz bildiniz də kim oldu bu tətilin dadını çıxardan. Bir balaca dincəldik, yorğunçuluq çıxdı canımızdan. Ondan sonra həm dostlar, həm qohumlarla birgə yollandıq əyləncə otağına. Burada var idi, deməli, batut, böyük bir batut idi, bowling zonası, stol üstü tenis, bilyard zonası, PlayStation zonası. Amma onların ödənişi, deməli, otelin ödənişinə daxil deyildi. Tək yadımda qalan bowlingin qiymətidir ki, adam başı 10 manat təşkil eləyirdi. O da yenə yaxşıdır, belə baxanda hal-hazırda yağış yağdığı üçün çöldə edə biləcəyimiz başqa bir şey yox idi, əyləncə yox idi. Nə yaxşı ki, heç olmasa belə bir bağlı bir otaq var idi. Pis olan yalnız o idi ki, otelin ödənişinə daxil olan məsəl üçün sauna və hovuz, onlar otelin özündən çox uzaqda olduğu üçün, yəni çıxıb yol getməlisən deyə biz ora istifadə eləmədik ki, birdən soyuq olar, xəstələnərik, uşaqlar da biz də. Tətilimiz nəyəsə ki, körlanmasın deyə qərara gəldi ki, bu dəfə bunlardan istifadə eləməyə. Ona görə yaxşı ki, elə bu otaq var idi, uşaqlar da əyləndi. Bu arada bu Ayanın böyük bowlingində atdığı ilk atışı idi. Amma yavaş getsə də çox qəşəng gedir, gördüyünüz kimi. İndi hər gördüyünüz kimi yaxşı da vuruş oldu. 8 daşı səhv eləmirəmsə devirdi. Mən də o çox sevinirəm. Çünki hər zaman balacalar üçün olan bowling yerində oynayırdı. Özü də sevindi, yaxşı atış ata bildiyi üçün. Burada Nazlı nəhayət ki, özünə bir əyləncə tapıb başını qatır. Əyləncədən sonra qəşəngcə yorulduq, həm də acıdıq, yollandıq restorana. Burada əsl Novruz havası var idi. Şənlik atmosferi görürsünüz, hər kəs əylənir, oynayır. Burada uşaqlar hədsiz çox əylənir, görürsünüz də maşallah. Sevincdən qanad açıb uçacaqlar yenə də. Amma zarafat bir yana həqiqətən də çox əyləncəli atmosfer vardı. Yeməklərimizi gözləyənə qədər biz də vaxtımızı boş keçirtmədik. Dedik, güldük, əyləndik. Yemək çox dadlı idi bu arada. Sonra yollandıq Novruzun simgəsi olan, Novruzun adət-ənənəsi olan tonqalın başına. Bayramı orada qeyd
eləməyə davam elədik. Qəşəng yalıda oynadıq. Ümumiyyətlə çox isti atmosfer var idi. Hər kəs çox mehriban idi, çox gülər üz idi. Hər şey çox maraqlı hazırlanmışdı. Neçə illər sonradır ki, mən bu qədər dərindən Novruzun şənliyini hiss eləyə bildim. Yəni hər bir şey çox detallı şəkildə düşünülmüşdü. Əslində mağazadan bu arada biz çoxlu marshmallow almışdıq. Hər kəsə burada onu payladıq. Hər kəs qızartdı, odun başında onu yedi. Amma necə olubsa onu çəkməyi unutduq. Ümumiyyətlə qeyd elədiyim kimi ilk vlog olduğu üçün bəzi şeylər diqqətdən qaçırtmış olaram, amma mənim üçün də bir təcrübə oldu. Burada demək olar əksəriyyətin gödəkçələri yandı. Həmçinin Ayanın da gödəkçəsi yandı. Bizlə birgə olan qohumumuzun qızının da gödəkçəsi yandı. Ayanın gödəkçəsi sıçrayışdan yandı, kiçik bir ot parçasından. Qohumumuzun qızı isə marshmallow qızardanda qolunu yandırmışdı. Yaxşı ki, özü yanmadı. Burada əslində səhər yeməyindən kadrlar olmalıydı, amma mən onu çəkməyi unutmuşam. Heç də olmaz, gələn videolar üçün təcrübə olsun mənə də. Sadəcə onu deyə bilərəm ki, səhər yeməyi çox bol çeşidli idi, çox zəngin süfrə idi. Hər kəs yanı razı qaldı süfrədən. Sonra gəldik, qohumlarımız bizdən bir gün öncə gəlmişdi. Onlar dedi ki, mütləq zooparka gedin, maraqlı heyvanlar var. Həqiqətən də elə idi, çoxlu çeşidli heyvanlar var idi. Dəvə, bizon, dağ keçiləri, maral, ayı, hamısı indi tam dəqiq yadımda deyil. Giriş bileti 2 manat idi bir nəfər üçün zooparka. Çox təmiz idi, səliqəli baxmışdılar. Yəni çox bəyəndim. Atmosfer olaraq da, aura olaraq da çox qəşəng idi. Uşaqlar da əyləndi. Sonra mərkəzdə belə bir yenə tonqal üçün hazırlıq görmüşdülər. Çox maraqlı qutab, sonra çay paylayırdılar. Həqiqətən də Novruzu bu qədər dərindən sonuncu dəfə harda yaşadığım yadımda deyil, amma çox qəşəng idi. Axşam yeməyindən sonra belə maraqlı viktorinalar var idi, yarışlar, oyunlar keçirdildi. Həm böyüklər üçün keçirilmişdi oyunlar. Çox əyləndik, həqiqətən çox güldük oyun zamanı. Sadəcə deyəsən onda da çəkiliş eləməmişik. Sonra uşaqlar üçün yarışlar keçirildi. Gördüyünüz kimi burada Ayan finala qalıb, amma onunla oynayan qız ancaq deyinir ki, cığallıq eləyirsən deyə. Düzdür, Ayan o da bilmədi, ikinci yer tutdu, amma sağ olsunlar, onu da hədiyyəsiz qoymadılar. Bizim üçün çox maraqlı idi, çox əyləndik. Ümid edirik ki, izləyərkən siz də əyləndiniz. Bəyəndinizsə bizi həm YouTube, həm TikTok, Instagramda izləməyi unutmayın.